Salam, bugün sizə bu labın necə həll eləmək olar, onu göstərəcəm. Labda IDOR zəifiyyəti var və labımıza keçid eləyək. Burada fikir versəz, digər lablardan fərqli olaraq live chat hissəsi var. İlk öncə bura baxaq. Və gördüyünüz kimi burada bir chat var və biz burada mesaj göndərə bilirik. Və qarşıdakı AI da bizim mesajımıza cavab verir. Və fikir versəz, burada view transcript sözü var. Gəlin buna klik edək. Və fikir versəz, biz buna basanda kompüterimizə bir fayl yüklədi. Hansı ki, qabağımızdakı AI ilə aramızda olan söhbətlərdir. İndi gəlin bu requestlərə Burp Suite-in özündə baxaq. Və belə. Fikir versəz, burada belə bir endpoint var. Hansı ki, bizə bayaqki faylı yükləməyə imkan verən endpointdir. Gəlin bunu bir yoxlayaq. Send to repeater eləyirəm. Və göndərdim. Gördüyünüz kimi, bu bizim chatimizdir. Bəs fikir versəz, burada bu 2 yazılıb. Əgər burada ikinci chat varsa, yəni hal-hazırda bizim olan chat, deməli birinci chat də var. Gəlin bunu 1 eləyək. Və fikir versəz, bu artıq Carlos userinin başqa bir userlə olan danışıqlardır və Carlos useri burada öz şifrəsini digər userə verib. Gəlin bunu kopyalayaq. Və labın description'da da bizə dediyinə görə biz Carlos userinin hesabına giriş eləməliyik. Carlos və onun şifrəsi və bu qədər.